Bir çoxumuz həyatımız boyunca bu sualı veririk. Qazanırıq, amma heç nə toplaya bilmirik. Səhərdən axşama qədər işləyirik, amma pul cibimizdə qalmır. Bəs nə baş verir? Hər şeyin arxasında nələr dayanır? Bugün sizi həm bu sualın cavabları ilə tanış edəcəyəm, həm də bu dövrü necə aşacağınızı göstərməyə çalışacağam. Bir çox insan bu problemi yaşayır, amma bir çoxu onun necə həll ediləcəyini bilməyir. İlk və ən böyük səbəb pulun düzgün idarə edilməməsidir. Yaxşı qazanc əldə edirsən, amma çox kiçik şeylərə pul xərcləyirsən. Bir nəfər hər gün bir kofe içir, kiçik bir hədiyyə alır, sonra yığaram deyə düşünür. Amma nəticə nə olur? Ay sonunda cəmiyyətdə çox qazanırsan, amma əslində heç nə əldə etmirsən. Hər kiçik xərcləmə sonda böyük bir yükə çevrilir. Bu isə sadəcə iqtisadi gözləntidir. Çoxumuz da qazanmaqla deyil, pulun necə idarə edilməsi ilə üzləşirik. Sən də bu iqtisadi gözləntiləri düzgün qiymətləndirib, xərclərini yenidən nəzərdən keçirməlisən. Bütün bu səbəblər arasında ən çox qarşılaşılanlardan biri qısa müddətli mükafatların cazibəsidir. İnsan beyninin təbiəti belədir. Bir şeyi əldə etmək üçün həmin mükafat istəyirik. Pul qazandıqda çox vaxt həmin an bir mükafat almaq istəyirik. Gözləmək çətindir. Bəzi insanlar bu qısa müddətli mükafatlar üçün uzun müddətli planları əldən verir. Amma əslində böyük mükafatlar zamanla gəlir. Daha çox gözlədikcə sabah daha çox qazana bilərsən. Ən böyük çətinliklərdən biri sosial təzyiqdir. Bəzən başqalarına özümüzü göstərmək istəyirik. Sosial mediada paylaşdığımız şəkillər, yeni geyimlər və daha bir çox şey sadəcə başqalarına göstərmək istəyidir. Amma belə davam edərək öz maliyyə gələcəyimizi risk altına alırıq. Hətta düşünmədiyimiz kiçik xərclər çox vacibdir. Nə qədər çox başqalarına sübut etməyə çalışsaq, o qədər daha çox həyatımızı və pulumuzu itiririk. Biz bəzən qısa və uzun müddətli xərcləri qarışdırırıq. Məsələn, bu ay sonu çox da vacib olmayan bir şey alırıq və sabah isə borclarımızı ödəməkdə çətinlik çəkirik. Qısa müddətli ehtiyaclar əslində uzun müddətli məqsədləri boğur. Əgər maliyyə planını başdan düz qurmazsan, sadəcə müvəqqəti həllərə qaçırsan, gələcəyin üçün nə qədər əhəmiyyətli olduğu barədə düşünərək hərəkət etməlisən. Sən bunu edərək hər xərcləməyə görə hədəf qoyarsan. Əslində, hamımız bu mövzunu bilirik, amma əsas məsələ həyatımıza tətbiq etməkdir. Bəzən kiçik addımlar uzun müddətli uğura səbəb olur. Pulun izlənməsi və düzgün idarə olunması, gəlirlərini və xərclərini yaz. Hər xərclə hədəf qoymaq, sadəcə bir şey almaqdan əvvəl düşün, bunun sənə nə verəcək? Qısa və uzun müddətli xərcləri balanslaşdırmaq. Hər addımın təhlilini edin və gələcəkdəki mükafatlara diqqət yetirin. Pul sadəcə əlinə keçən kağız deyil. Pul bir düşüncə sistemidir. Əgər sənin başındakı pul anlayışı yalnız gəldi-getdidirsə, nə qədər qazansan da dəyişməyəcək. Zəngin insanlar əvvəl zəngin düşünən insanlardır. Onlar əvvəlcə düşüncə tərzini dəyişir, sonra bu dəyişiklik həyatlarına və cüzdanlarına yansıyır.
Əgər pul sənə gəlmir, ya da gələn pul səndə qalmırsa, bu deməkdir ki, pul sənin düşüncə tərzinə uyğun davranmır. Çünki pul ağıllı idarəçini axtarır. Pul heç vaxt ona sahib çıxmayanın yanında qalmaz. Hər qəpik bir qərarın nəticəsidir və hər qərar gələcəyinin bir tikəsidir. Düşün, bugünkü xərcləmən sabahki imkanlarını necə dəyişəcək? Bir çox insan məsuliyyəti başqasında axtarır. Hökumət, inflyasiya, iş yeri, maaş. Amma məsuliyyət öz əlindədir. Sən düşüncənə və davranışına sahib çıxmadıqca, heç kim sənin cibinə pul qoymayacaq. Sən məsuliyyəti aldıqca qərarların dəyişir. Qərarların dəyişdikcə nəticələr dəyişir. Bəzən pulumuz itmir, biz onu hisslərimizlə yandırırıq. Stres, darıxmaq, qısqanclıq, bunlar bizi emosional alış-verişə sürükləyir. Əslində, bir çox insan ehtiyacından yox, daxili boşluqdan alış-veriş edir. Qəlbində olan boşluğu bir cüt ayaqqabı ilə doldurmaq istəyirsən, yoxsa təkliyini bir yeni telefonla unutmaq. Bu belə olmur. Əgər daxilində bir boşluq varsa, onu yalnız pulla deyil, anlayışla, məqsədlə və ruhla doldura bilərsən. Əks halda, pul sənin içindəki boşluğu böyüdər. Əsl zənginlik bank hesabında deyil, zehnində, ruhunda və məqsədindədir. Sən özünü inkişaf etdirməyə başladığın an pulda, imkanlar da sənə gəlməyə başlayacaq. Sadəcə qazanmaq deyil, qorumağı öyrən. Sadəcə qorumaq deyil, böyütməyi öyrən. Unutma, pul bir nəticədir. Sənin kim olduğunun, necə düşündüyünün və nə qədər məsuliyyətli davrandığının nəticəsi. İndi dur, bugündən başlayaraq bir vərəq götür və yaz, mən hara gedirəm? Pulumu nəyə sərf edirəm? Gələcəkdə necə yaşamaq istəyirəm? Sən nə qədər tez başlasan, o qədər tez dəyişəcəksən. Yoxsa yenə bir ay sonra eyni sualı verəcəksən. Pul hara getdi? İndi dəyişmək vaxtıdır.